Vaxtınız xeyirli olsun. İkinci sınaq imtahanı davam edirik. Birinci sualımız. Mövqeli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Burada təbii ki, cavab say sisteminin əsası. Ədədini 8-lik say sistemində təsvir edin. 2-lik say sistemindən 8-lik say sisteminə keçdikdə sağdan sola doğru 3-3 ayırırıq. Və üzərinə 1, 2, 4 yazırıq. Niyə 1, 2, 4? Çünki bilirik ki, 1, 2, 4-ün cəmi bizə 8-likdə ən böyük rəqəmi verir. Yəni 7-ni. Bir ədədi ilə başlayacaq və harada birlər varsa onların üzərini toplayırıq. 4 ilə 2-nin altında 1 olduğu üçün 4 ilə 2-nin cəmi 6. Burada yalnız 1-in altında 1 olduğu üçün 1. 4 ilə 2-nin cəmi 6. Oldu 1616. B variantı. Üçüncü misalda ədədini ikilik say sistemində təsvir edin. Burada isə biz 1, 2, 4, 8 texnikasından istifadə edirik. Niyə? Çünki 16-lıq ikilik kodda 4 bit informasiya daşıyır və 1, 2, 4, 8-in cəmi 16-lıqda ən böyük ədədi bildirir. Və biz bu 2-ni almaq üçün 0, 0, 1, 0 yazmalıyıq. Sadəcə 2-nin altında 1 olur. Y bizdə 14-dür. 14-ü almaq üçün 8, 4, 2-nin cəmindən alınır. A-nı almaq üçün 8-dən 2-nin cəmi alınır. Ona görə olur 1010. Və bu aldığımız ikilik ədəddir. Baxırıq ki, cavablarda təbii ki, ilk 2 sıfırı nəzərə almayacaq. Ona görə 3-də A variantı uyğun gəlir. Dördüncü misalda ədədini onluq say sistemində təsvir edin. Onluq say sistemində 1, 2, 4, 8 yazmaqla 4 dənə 1-in 15 olduğunu zaten bilirik. 76 onluq ədədini 8-lik say sistemində təsvir edin. Əgər ki, onluq say sistemindən hər hansı bir say sisteminə keçid ediriksə, həmin say sisteminə bölməliyik. Ona görə 8-lik say sisteminə keçdiyimiz üçün 8-ə bölürük. 76-nın içində 8 9 dəfə, 72, qalıq 4. 9 əgər ədəd özünə bərabər və özündən böyük olarsa, yenidən həmin ədədə bölməyimiz şərtdir. 1 dəfə və 1 qalıq qalır. Burada tərsdən, qismətdən qalığa doğru 114 almış oluruq cavabı. D variantı. 135 8-lik ədədini onluq say sistemində təsvir edin. Onluq ədədinə keçirdikdə isə 0, 1, 2 nömrələyirik və hər bir əmsalı indeksi 8-in üzərinə qoymaqla hesablayırıq. 3-ü vuracaq, 8 indeksi 1-dir, 1-ə və sonuncu indeksi 0 olan ədədi olduğu kimi gələcək. Çünki 8 üstü 0, 1 olduğu üçün 5-də 1-ə vuranda özü edir. 64-ün üstünə 3 dəfə 8-in 24 və 5, 29 gəldikdə cavab olacaq 93. C variantı. 7-ci misalda ədədinin açıq yazılış formasını müəyyən edin deyir. Yenə 0, 1, 2, 3, 4, 5 olaraq nömrələsək, buradakı 4-ü vurmalıyıq 6 üstü 5-ə. Sonra yazaq 4 vurulsun 6 üstü 5. Üstə gəl, yenə 4 vurulsun, 6 üstü 4. Üstə gəl, 5 vurulsun, 6 üstü 3. Üstə gəl, 3 vurulsun, 6 üstü 2. 3 vurulsun, 6 üstü 2 və 1 vurulsun, 6 üstü 0. Bu da baxırıq ki, A variantında uyğun gəlir. İkilik say sistemində toplamanı gəlin icra edək. Birin üstünə 0 gələndə 1, birin üstünə 0 gələndə 1, yenə 1. Amma 2 gəldikdə, birin üstünə 1 gələndə 2 olduğu üçün toplama əməlində həmin say sisteminə bərabər olduqda, böyük olduqda qayıdıb o say sisteminə bölmək lazımdır. 2-ni 2-yə böləndə bilirik ki, bir dəfə düşür və qalıq 0-dır. Qalıq 0-ı buraya yazırıq, amma qismət yaddaşa gedir. Qısacası, 2-nin içində 2 bir dəfədirsə, yaddaşda bir dəfə qalıq 0. Cüt ədədlərdə hər zaman 0 yazırıq.
Tək ədədlərdə 1 yazırıq. Baxın, 1-in üstünə 1 gələndə 2 elədi. Amma yaddaşda 1 var idi. Yaddaşla bir yerdə 3 eləyir. 3-ün içində 2 bir dəfədir. Yaddaşa 1 gedəcək yenə. Amma qalıq 1 qaldığı üçün 1 yazırıq. Çünki 3-ü 2-yə bölərkən qalıq 1-dir. Burada da yenə yaddaşla bir yerdə 2 eləyir, 0 yazırıq. Yaddaşı da qabağa atırıq. Və 8-də gördüyümüz kimi doğru cavab A variantıdır. Cüt ədədi müəyyən edin. Əsası cüt olan, sonu tək ədədlə bitənlər zaten tək ədəddir. Əsası tək olan, burada belə bir tək-tək baxıb yoxlamaq da olar. Çünki bunlar adamı çaşdırır. Və yaxud da saya bilərsiniz ki, neçə dənə ədəd var. Məsələn, 1, 1, 1. Cəmi əgər təkdirsə, tək-tək, bu bizə yenə də tək ədədi verəcək. Burada da 1, 1, 1, yenə 3 tək ədəddir, təki verəcək. Amma burada 1, 2, 3, 4, 4 cüt ədəddir, cüt verəcək. Gəlin doğruluğunu yoxlayaq, keçirək bunu onluq say sisteminə. Onluq say sistemində artıq bilirik ki, 3 üstü 4, yəni 81, üstə gəl, 3 üstü 2, 9, üstə gəl, 3 üstü 1, 3 və 1. Bunların da cəmi bizə nə verəcək? 81, 90'dır. Bu da 4, 94. Ona görə doğru cavab B-dir. Doğru münasibəti müəyyən edin. A-mız 16-lıqda 10'dur. Bunu onluq ədədə də keçirəndə 10 olacaq və 10 ondan böyük deyil. A, burada 0, 1, 10, 16'dan böyük deyil. Eyni ilə bunu da onluğa keçirsək hər ikisini. 2 dəfə 6-nı 12, üzərinə 5 gələndə eləyəcək 17. 17 kiçikdir 8 dəfə 2, 16, üstünə 5 gələndə 21-dən bəli. B variantı doğru cavabdır. Onluq say sistemində verilmiş cəminin ikilik yazılışında sıfırların sayını müəyyən edin. Okey. Sıfırların sayını müəyyən etmək üçün burada bilirik ki, bu ümumiyyətlə onluq ədədidirsə, ikilikdə təsviri 1 ilə başlayır, 2000 ədəd 0 var. 64'ü də 2-nin qüvvətinə gətirsək, 2 üstü 6'dır. 6-nı 3-sə vuranda 1800 də buradadır. Yəni 1 və 1800 dənə 0. 32 də 2 üstü 5 deməkdir. Hamısı onluq ədədlərdir bunlar. İlk bir başlayan bizə maraqlı deyil. 2000'in içində neçə dənə 1 olduğuna baxaq. Bu 1 ilə başlayır, 1800 dənə 0. Bu da 1 ilə başlayır, 5 dənə 0. Buradan görünür ki, 2 ədədi 1 var, qalanlar 0'dır. Ona görə 2000-dən 2 çıxırıq və cavab olur 1998. Hasili adi vurma qaydası ilə vururuq. Toplamada amma ikilik qaydaya əsasən toplayırıq. Çünki vurmada 1-i nəyə vursaq, elə ədədin özü alınır, 0-ı da nəyə vursaq, 0 alınır. Ona görə bunu tezcəl şəkildə işləyirik. Əsas fokuslanırıq toplama hissəsinə. 1, 2 elədi, 0 yazırıq, 1 yadda. Yaddaşla bir yerdə 3 elədi, 1 yazırıq, 1 yadda. Yenə 3 elədi, 1 yazırıq, 1 yadda. 2 elədi, 0 yazırıq, 1 yadda. 2 idir, yaddaşla bir yerdə 0 yazırıq. 1 yaddaşı da qoyuruq qarşı tərəfə və cavab A variantıdır. 13-də şərtini ödəyən onluq tam ədədlərin sayını müəyyən edin deyir. Burada təbii ki, onluq ədədinə keçirəcəyik və görmüş olacağıq. 3 dəfə 8-in 24, üstünə 6 gələndə 30, 30 daxil deyil. 15-i 16-ya vuraq. 15-i 16-ya vuraq. 30. Bu bizə verəcək 240. 240-ın da üstünə 5 gələndə 245. 245 ədədi daxildir. Bu tip məsələlərdə sizə tövsiyəm odur ki, özünüz üçün qısa bir ədəd yazın. Məsələn, 1 daxil deyil, 5 amma daxildir. Burada hansı ədədlər? Bilirik ki, 2, 3, 4, 5 ədədlər, 4 dənə. Yaxşı, bu 4 sayı mən necə ala bilərəm? Böyük ədəddən kiçiyi çıxmaqla 4 sayı ala bilərəm. Düzdür. Deməli, mən burada 245-dən 30 çıxsam, cavabımı ala bilərəm. Eləyir 215. Y variantı. Növbəti bizdə bərabərliyində y-in mümkün müsbət qiymətində x-in ən kiçik qiymətini müəyyən edin deyir.
Baxırıq ki, burada ən böyük dəyər əgər 4-dürsə, bu dörtlük say sistemində ola bilməz. 5-liyi yoxlasaq və hər birini onluğa keçirsək, 0, 1, 0, 1 yazsaq, burada 3x üstəgəl 2 bərabərdir 20 üstəgəl 3 alınır. Və 3x bərabərdir 23-dən 2 çıxsa 21 və göründüyü kimi 21 3-ə tam bölünür. Ona görə də y-in müsbət qiyməti, x-in ən kiçik qiyməti ancaq c ola bilər. Deməli, burada çaşdırıcı məqam nədir? X-in ən kiçik qiyməti istəyir, y-in yox. Ona görə digər halı da bir dənə yoxlayaq. 5 qalsın ağlımızda. 6 olsa, biz bu hissəni bilirik də ki, 3x üstəgəl 2-dir. 6-nı qoymuş olsaq, 6 dəfə 4-ün 24, 24-ün üstünə 3 gələndə 27, 27-dən qayıdıb 2 çıxsaq, 3-ə bölünməyən ədəd olacaq. Amma 7-ni qoysaq, 7 dəfə 3-ün 28, üzərinə 3 gəlsək 31, 31-dən də 2-ni çıxsaq, 3x-imiz bərabər olacaq. Bir dəqiqə. 7 dəfə 28, 31, 31-dən də 2 çıxsaq, 29. X də bərabər olacaq 9-dan neçə? Yox, elə cavab 5 doğrudur. Mən dedim, bəlkə mən səhv yazmışam. X-in ən kiçik qiymətini müəyyən edin. Yəni 7-lik say sistemində olsa belə 7 dəfə 3-ün 21 üstəgəl 2 eləyəcək 23. 23. 23 halında bu da 5-liyə bərabərdir. 5-lik say sistemində ancaq mümkündür. Mən x-in qiymətini burada almışdım. Özümü çaşdırmışam, üzülürsən. X-in qiymətini zaten mən 7 almışam. Ona görə cavab 7-dir, düzdür. Deməli, 15-də o 100 onluq ədədinin əsası 9 olan say sistemində təsvir edin. Yenə dediyim kimi, onluq ədədindən hər hansı bir say sistemə keçəndə həmin say sisteminə bölməliyik. Onun üçün də bir dəfə ya da 11 dəfə yazaq 99. Burada 1 qalsın. 11-i təkrar 9-a bölürük. Bir dəfə 2 qalsın. Oldu 121 A variantı. 16-da 1358 onluq ədədinin ikilik yazılışında birlərin sayını müəyyən edin. Birlərin sayını müəyyən etmək üçün mən belə getmirəm. Yazıram 1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512 və 1024. 1024 ədədini götürəcəyik. 1024 ədədinin üzərinə və 1024-ü götürdüyümüz üçün 1 yazırıq. 5 sonuncu gəlsək, təbii ki, 1358-dən çox böyük ədəd eləyəcək. Ona görə bu 5 sonuncu lazım deyilsə 0 yazırıq. 256 gəlsək, gəlin yoxlayaq. 256 gəlsək, 0, 7, 1270 eləyir. Bu bizim rəqəmə yaxınlaşdırır. 128 gəlsək, bu da bizi rəqəmimizə yaxınlaşdırır. Olacaq 8, 9, yox, çox böyük rəqəm eləyir. Ona görə 128 lazım olmadı. 64-ə amma gələcəyik. 64-ü gəldikdə 4, 13, 3, 1334 eləyir. 64-ü götürürük. 32-ni də gəlsək, çox eləyəcək. Çünki 58-dir. 32 də lazım deyil. 16-nı gəlsək, bizə verəcək 0, 4, 5, 1350. 16-nı da götürdük. Çatışmayan hissə nədir? 8. 8-i də gəlirik və salam. İndi bizdən nə istəyir? Birlərin sayı. Neçə dənə 1 olacaq? 1, 2, 3, 4, 5. 5 dənə 1 olacaq. Harada səhv elədik? Səhvimi tapdım. Lap başda səhv eləmişəm hesablamada. Ona görə buraları bir dənə diqqət eləyək. Çünki mən burada yanlış yazmışam. Bir yaddaşı nəzərə almamışam. Ona görə 1280 eləyir. Biz 256 gəldikdə.
Növbəti 64-ü gələ bilmərik. Baxaq görə gələ bilərik. 4, aha, 64-ü gələ bilirik. Amma 16 gəlsək, yoxlayaq. 0, 6 eləyəcək. 6, ona görə çoxdur. Biz 16-nı gəlmirik. 16-nı ixtisara salırıq. 1358-dən 1344-ü çıxsaq, görək bizə neçə lazımdır? Bizə 14 ədədi lazımdır. 14 ədədini biz burada geri qalanları necə ala bilərik? 8, 4 və 2-nin cəmi ilə. Ona görə sayanda 1, 2, 3, 4, 5, 6 dənə 1 eləyir. Siz də burada 1024-ü, 256-nı, 64-ü, 8-i, 4-ü, 2-ni toplasaq, sizə 1358 ədədini vermiş olacaq. 17-də deməli, bərabərliyinə əsasən x-in qiymətini müəyyən edindir. Bunun x-in qiymətini müəyyən etmək üçün 0, 1, 2 hər bir həddi onluğa keçiririk. Burada olacaq x-in kvadratı üstəgəl 2x üstəgəl 1 üstəgəl 1 bərabərdir 49 üstəgəl 1, 50. Bunu yazdıq. Və burada kvadratik tənliyi alınır. X-in kvadratı üstəgəl 2x, 50 keçir bu yana 2 çıxırıq, olur çıx 48 bərabərdir 0. Ümumiyyətlə əsasən bilirik ki, 48 nəyin hasilidir? 6 ilə 8-in. Bəs yaxşı, hansı mənfi olacaq? Təbii ki, x1-imiz mənfi 8 olacaq, x2-miz 6 olacaq. Niyə? Çünki burada əks ədədi yazıblar. Yəni, böyük ədəddən kiçiyi çıxanda mənfi 2 eləyir və əksi orada müsbət yazıblarsa, deməli, bizə də müsbət tərəfi lazım olduğu üçün cavabımız olacaq A variantı. 18-də bərabərliyinə əsasən x-in təsvir edin, x-in qiymətini 16-lıq sistemdə təsvir edin. İlkin olaraq biz x-i tapaq onluqda 0, 1, 2. Onun üçün 5-i 7-yə vuranda 35 üstünə 5 gələndə 40 üstəgəl x-i olduğu kimi saxlayırıq. Deməli, 3-ü vurmalıyıq 36-ya. 36-nı 3-ə vuranda eləyəcək 18, 108. 6 dəfə 2-ni eləyəcək 12, 5 də gəlsək olacaq 17. Deməli, x-imiz bərabər olacaq nəyə? 108-in üstünə 17 gələndə eləyəcək 125 çıxılsın 40. 125-dən də 40 çıxanda eləyəcək 85. 85-i tapdıq. Bu, unutmuruq ki, onluq ədədidir. 16-lıq da istəyir. Qaydırıq 85 ədədini 16-lığa bölürük. 5 dəfə düşür 85, olur 55, 16-lıqda. B variantı. 19. Sinfin faizi qız və 1100 nəfəri oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Deməli, ilkin olaraq baxaq görə neçə faizdir? 1, 2, 4, 8, 16, 32. 32, 16, 8, 4-ün cəmi bizə hansı ədədi verəcək? 8, 10, 4, 5, 6. 60 ədədini verəcək. 60% qızdırsa, deməli yerdə qalan 40% oğlandır. Bizə də burada oğlanın nəfərini verib. Bunu da onluğa keçirsək, 1, 2, 4, 8, 12 nəfər oğlandır. Deməli, ədədin 40%-i 12 ədəd eləyirsə, 12 nəfər eləyirsə, buradan tapmış oluruq ki, ümumi uşaq sayı 30 nəfərdir. B variantı. 20-ci misal da maraqlı misaldır. Rəqəmindən düzəlmiş bütün 4 rəqəmli kodlar artma sırası ilə yazılmışdır. Siyahının əvvəli aşağıdakı kimidir. Və sıra nömrəni verib. Sıra nömrəni bizə verərkən biz hər zaman o sıra nömrədən 215-dən bir vahid çıxırıq. Çünki sıra nömrənin özünü tapanda da biz bir vahid toplayırıq. Ona görə 214 ədədini biz nə etmiş oluruq? Növbəti baxırıq ki, 0, 1, 2, 3. Dəyəri ən böyük 3 olan hansı say sistemi ola bilər? 4-lük. Ona görə onluq ədədindən nömrə həmişə bizə onluq ədəddə verir.
214-ü biz dördlük say sisteminə bölmüş olacağıq. 21-in içində 5 dəfə, 14-ün içində 3 dəfə, 2 qalıq qalır. 53-ü 4-ə böləndə 1 qalıq qalır və 13-ü 4-ə böləndə 1 qalıq qalır. Ədəd nə olmuş olur? 3112, yəni C variantı. 4-ə tam bölünən ədədləri müəyyən edin. Bunun üçün hər birinə onluğa keçirməliyik. 1, 2, 4, 8, 16. 16 ilə 4-ün cəmi olacaq 20. Bölünürmü? Bölünür. 1, 2, 4, 8, 16, 32. 32-nin üstünə 16 gələndə 48 və 5 gələndə 48-in üstünə 5 gələndə tək ədəd eləyəcək. Yəni bölünməyəcək. 1, 2, 4, 8, 16, 32, 64. Yox, 64, 32, 64, 32. Bu bölünəcək, çünki hamısı cüt ədədlərdir. 8, 2. Hamısı cüt ədəd olduğu üçün baxaq. Yenə də hər ehtimal qarşı 6, 6, 12, 12, 8 olacaq. 20, 22. 8, 3 və 1, 9, 92. 92 4-ə bölünürmü? Bölünür. Deməli, 5-də bölünür. 92, 4, 12-nin içində. Yəni, yəqin 6, 6, 12, 20, 22, 2 yadda 8, 11, 8, 11, 12. 122 bölünmüş üzünlü sayın. 1, 2, 4, 8, 16, 32, 64. Bu dəfə isə 64, 32, 16 və 4-ün cəmidir. Burada amma hər biri ilə 4-ə bölünən ədədlərdir. Burada 2 bölünmür deyənə elə ondan bilmək olar ki, axırda o korlayır işləri. Burada da baxaq 1, 2, 4, 8, 16, 32, 64. Burada da 2 var deyənə korlayır. Yəni ən qısa yolla belə deyim ki, 64 də bölünür, 32 də bölünür, 16 da, 8 də, 4 də, amma burada 2 varsa bölünməyəcək. Ona görə doğru cavab 1, 2-dir. Nəticəsi 50-dən böyük olan ifadələri müəyyən edin. Bunu da tapmaq üçün ən gözəli onluğa keçirək. 1, 2, 4, 8, 16, 64. 64 ilə 2-nin cəmi, birinci 8-likdə 3 dəfə 8-in 24 elədi 26. Burada da 64 ilə 2-nin cəmi oldu 66 və cavabı nə verdi bizə? 92. 50-dən böyükdürmü? Böyükdür. Elə 66-dan bəlli idi. Sonra keçirik 3-cüyə məsələn. 0, 1. Bu bizə nə verir? 8 dəfə 3-ün 24, 29. 1, 2, 4, 8, 16. 16 ilə 1-in cəmi 17. Bu bizə 50-dən kiçik ədəd verir. Sonra 4 dəfə 8-in 32, üstə gəl 1, 2, 4, 8. Bu da 14 eləyir. Bizə neçə verəcək? Yenə 50-dən kiçik verir. Sonra 0, 1. 2 dəfə 8-in 16 üstünə 7 gələndə 23. 1, 2, 4, 8, 16, 16, 4, 20, 22. 22, bu da bizə yenə 45 verir. 50-dən aşağı verir. 0, 1, 8-in üstünə 6 gələndə 14, 1, 2, 4, 8, 16, 32. 32-nin 16 ilə 48-dir, bircə gələndə 49. Bunları da toplasaq 50-dən çox eləyir. Deməli, 1 ilə 4 50-dən çox elədi. X-in hansı qiymətində bu bərabərlik doğru olar? Burada nə edirik? 6 ən gözəli toplamaqdır.
Düzdür, onluğa da keçirə bilərsiniz, amma ən gözəl üsulu mənə görə budur. 7-lik say sistemindədir. Və toplamadır. 6-nın üzərinə nə gəlsəm, burada 3 yazıblar. Yəni qalığı 3 alınır. Bunu tapmaq üçün mən neynirəm? Deməli, 3-ün üstünə 7 gələndə 10 eləyir. Ondan 4 çıxanda, ondan 6 çıxanda 4 eləyir. Deməli, x-imin 4 qiymətini tapıram. Yenə də gəlin yoxlayaq. 6-ın üstünə 4 gələndə 10. Onu 3-ə böləndə həqiqətən də qalıq. Onu 7-yə böləndə qalıq 3 qalır. Yaddaşa 1 gedir. Yenə 4-ün üstünə 6 gələndə 10 eləyir. Bir də yaddaşda 11. 11-i 7-yə böləndə 4. Bəli, 4-lük say sistemi tamamilə ödəyir. Dediyim kimi, ən asandı nədir? Hansı say sistemidirsə, bu ədədlə bunu topladım 10 və bu 6-nı çıxdım, 4-ü tapmış oldum. 5-lik say sisteminin ən kiçik 2 rəqəmli ədədi, 9-luq say sisteminin ən böyük 2 rəqəmli ədədinin cəmi. 5-lik say sisteminin ən kiçik 2 rəqəmli ədədi 10-dur. 9-luq say sisteminin ən böyük 2 rəqəmli ədədi 88-dir. Cəmini 10-luq say sistemində istəyir. Gəlin baxaq. Deməli, 5-in üzərinə gələcəyik. 72 üstə gəl 8, 80. Elədir 85. Onluq ədədinin 8-ci say sistemindəki yazılışının ilk rəqəmi müəyyən edin. Bunu 2-nin qüvvətinə gətirirəm. Necə olacaq? 16, 2 üstü 4-dür. 4 dəfə 19-un. 4 dəfə 9, 36. 3-də yadda 76. Bu onluq ədədini 8-liyə keçirirəm. Qüvvəti götürürəm, bölürəm. 8, 3 bitdi. 3 bitə eləyir. Onu 25 dəfə, qalıq da 1. Hansı rəqəmlə başlayır deyir. Qalığı qoyuruq qüvvətin üstünə. 2 rəqəmi ilə başlayacaq. Neçə 0 desəydi 25 dənə 0. Bu üsul burada qismət sıfırların sayını bildirir. Qalıq isə qüvvətə qoyduqda başlayacaq ədədi bildirir. 26-da deyir bərabərliyinə əsasən x-in qiymətini müəyyən edin. Gəlin müəyyən edək. Yenə 0, 1, 2, 0, 1, 2, 0, 1. Hamısını onluğa gətirək. Bu zaman x üstəgəl 1-i mörtərizə kvadratı üstəgəl 1 bərabərdir. X-in kvadratı üstəgəl 1 və 16 üstəgəl 1, 17 edir. X-in kvadratı üstəgəl 2x üstəgəl 1 üstəgəl 1 bərabərdir. X-in kvadratı üstəgəl 18. X kvadratları gedir. 2x bərabər olur. 18-dən 2 çıxanda 16-ya. Deməli, 26-cı misal. X-i də 2-yə böldükdə oldu 8. Cavab 8 oldu. 27-də deyir uyğunluğu müəyyən edin. Bunun hamısını tapmaq üçün ikilik yazılışını yazaq. 54-ü tapmaq üçün yazaq 54. 1, 2, 4, 8, 16, 32. 32 ilə 16-nın cəmi 48 edir. 48-dən üstünə mən 8 gəlsəm çox olacaq. 48-in üstünə nə gəlməliyəm? 6 gəlməliyəm ki, 54 versin. Və burada görürəm ki, birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. A variantı, bir də 2 dəfə çoxdur. Birlərin sayı var elə bir şey. İkilik yazı sıfırların, birlərin sayı sıfırların sayından. Okey. Bunu yazdıq. Deməli, 27-də sıfırların sayı birlərin sayına 2 dəfə azdır. Aha, C də uyğun gəlir o zaman. 37-ni tapmaq üçün. Yaxşı, 76-nı tapaq ilk öncə. 1, 2, 4, 8, 16, 32, 64. 64-ü götürdük, 32 gəlməliyik, çox eləyir. 16 gələndə, 64-ün üstünə 16 gələndə bizə verir 80. Bu da çox eləyir. 64-ün üstünə 8 gəlir, eləyir 72. 72-nin üstünə 4 gəlir, eləyir 76. Burada görürük ki, birlərin sayı da 3-dür. Birlərin sayı 3-dür, sıfırların sayı. Demək, 64, 16. Neçə eləyir? 64, 16, 80. 64, 8, 72 eləyir. 72, 4, 76 eləyir, düzdür. Aha. Burada 2-yə deməli, 27-yə nə uyğun gələcək?
İkili yazılışında sıfırların sayı bilinən sayından bir vahid çoxdur. Həqiqətən elədir. 4 dənə 0 var, 3 dənə 1 var. Ona görə də 2-yə y uyğun gəldi. 37-ni də yazırıq. 1, 2, 4, 8, 16, 32. 32-ni götürürük, 16-nı götürənmərik. 32-nin üstünə 8 də gəlsək çox eləyir. Sadəcə 5 çatışmır. 4 ilə 1-in cəmi eləyir. Burada da baxırıq ki, birlərin sayı sıfırların sayına bərabərdir. Ona görə 3-ə də D uyğun gəldi. İfadəsi hansı say sistemində doğrudur? Baxaq yenə. Bunu da mən alt-alta yazmağa daha çox üstünlük verirəm. Onluğa keçirəndə daha uzun həll alınır. 4-ün üstünə 2 gələndə 6 eləyir. 6-nı ancaq 6-ya bölsəm mən qalıq 0 alınar da. Düzdürmü? Ona görə də 28-də cavab 6 olacaq. Yenə də gəlin yoxlayaq. 4-ün üstünə 2 gəldim, 6. 6-nı 6-ya böldüm. Qalıq 0, yaddaşda 1. 3-ün üstünə 3 gəldim, 6. Yaddaşda 1, 7. 7-ni 6-ya böləndə həqiqətən də qalıq 1 eləyir, yaddaşda 1. Və yaddaşda 1 var idi. 1-in üstünə 1 gəldim, oldu 2. 29. 29-cu misalda deyir ki, 68 8 ədədi 311 qeyd kimi təsvir olunarsa, Q əsasını müəyyən edin. Gəlin, yəni deyir ki, 65 8-likdə bərabərdir 311-ə. Yenə dediyim kimi onluğa keçirək. 6 dəfə 8-in 48, üstünə də 5 gələndə olacaq 53, bərabərdir 3 q'nin kvadratı üstəgəl q üstəgəl 1. Yenə kvadratı dənlik kimi alınır. 3 q'nin kvadratı üstəgəl q çıxılsın. 53-dən də 1 çıxanda 52 bərabərdir 0. Biz burada nə edirik? Biz burada diskriminantı həll eləsək, 1-in üstünə gəlməliyik. 12 vurulsun 52. O da 624 edir. 625. Aha, x1 bərabər olacaq onda. Mənfi 1-in üstünə nə gəlməliyəm? 25 bölünsün 2a. 2 dəfə 3-ün 6. 24-ü 6-ya böləndə cavab eləyəcək 4. Mənfi tərəfi bizə maraqlı deyil. Ona görə cavab 4. 30-da bizdən azalma sırası ilə yazın deyir. Gəlin baxaq görək. 143 altılıqda 0 1 2. Baxırıq. 36 üstünə 4 gələndə 4 dəfə 6-nı 24 gəlirik, bir də 3 gəlirik. Deməli bu oldu 63 onluqda. 59-da 0 1 9 dəfə 5-in 45 edir onluqda. 1222 üçlükdə 0 1 2 3. Deməli bilir ki 3 üstü 3 27-dir. 2-ni vurmalıyıq 9-a, oldu 18. 3-ü vururuq 2-yə, oldu 9. Üstünə də 2 gəlirik. 27 18 bizə nə verir? 45. 45 9 olacaq 54. 56. Sonra 1011 0 1 2 3. Burada baxırıq ki 4-ün kubu 64. 4 üstəgəl 1. Bu da bizə verəcək 68 69. Və son olaraq da ən asandır 1 2 4 8 16 32. 32 ilə 16 eləyəcək 48 və sonda 3-ü də gəlsək olacaq 51. Bizə azalma sırası ilə ən böyüyümüz bizim 69-dur. Deməli 1011 dörtlük gələcək. Sonra 63-dür. 143 altılıqda gələcək. Sonra 56-dır. 1222 gələcək üçlükdə. Sonra 51-dir.
11, 00, 11 ikilikdə gələcək və sonda da 45 olan 59-luqda. Bu qədər diqqətiniz üçün təşəkkür edirəm.